qaz məsələsilə Bəli. narahat olan dinləyicinin fikrinə şərik olduğumu bildirirəm. Nəyə görə? E, Bu qaz məsələsi ölkədə həm qazdan boğulma, həm qaz aparatlarının yaxşı işləməməsi o qədər böyük problemdir ki, məsələn, mən bir saylı asan xidmətə sırağa gün ora getmişdim, qaz sayğacında baş verən problemə görə 297 nəfər bir gün ərzində 297 nəfər orada şikayətçi vardı. İndi bunların şikayətçilər təbii ki, o qazdan boğulanlar deyirlər. Qazda olan problemlərdir. Demək, əgər təkcə bir asan xidmətdə 300 nəfər şikayətçi varsa, demək bu ölkədə qazla bağlı problemlər çoxdur. Hətta bəzi əvvəllər qaz deyək ki, idarəsində işləyənlər adamlar deyirlər ki, təzə qaz aparatı, hansı ki o smart kartları ləğv edib təzə aparatlar qoyublar. Həmən təzə aparatlarda qaz yazılması 1,5 dəfə artıb. Birazdan sonra məlum olacaq ki, Azərbaycanda istehsal olunan qazla istehlak olunan qaz arasında böyük fərq var. İstehlak olunan daha çox olacaq istehsal olunandan. Bu Azərbaycan hakimiyyəti eyni zamanda o Azəri qaz bu məsələdə diqqətli olmalıdır. Xalqın cibinə girməklə problemləri həll etmək olmaz. Onsuz da qaz sızıntıları var. Onsuz da qaz pulu ödəməyən insanlar var, təşkilatlar var. Amma məlum olur ki, hələ istehlak olunan qaz daha çox ola bilər ehtimalı var. Bununla məşğul olsun.